Hamıdan gec yatıb, hamıdan tez oyanan quşum. İmran hələ də yatır. Burada da günorta yatmağına hazırlaşırıq. Saat 1'dir. Biraz oynadıqdan sonra yuxuya düşüb yatdılar yorğunluqdan. Amma ikisinə də birlikdə çox xoşdur o. İmran, не трогай. Вытащи оттуда ноги. Xoşlarına gəlir. Что, не засовывай, нельзя. Поиграть с братиком. Колтон улыбается. Seni birine kurban olsun benim hayatım. Bugün şəhərdə biraz işlərim var idi. Belə makyaj etdim və getmədən öncə cücəmi qucağımda biraz oynatdım. Hayatımın benim olsun. Yeşil seni. Hayatım. Aşkım. Burada da bankdayam. Karta pulu qoydum, yüklədim. Hava çok güzeldi. Bankdan çıktım. Karta pul yüklemek lazım idi. Günümüz beləcə keçir. Akşama tərəf evə şkaf zakaz eləmişdim. Sifarişi gətirib çıxartdılar. Qardaşım Nicatla Mehman qurmağa başladı. Uşaqlar ortağını töküb, oynayırlar. Belə, heç elə bir dünən yığılan ev değildi. Ev alt üst oldu. Çünki nə qədər işlər çıxdı ortaya. Burada da uşaqlara stol açdım. Böyüklərə də çay süzdüm. Sənə qurban olum mən. Necə yatım? Elsa da ağlayır. Sen ne ağlıyorsan? Haydalara bak. İnsanlar da birbirine girir. Herkes iş başındadır. Hər mu kömək eləyir. Çalışırıq ki, tez qutarsın. Hasan da idi qurmaq, amma ağır idi. Ağır iş idi, amma qurmuş Hasan da idi. Sağ olsun qardaşım kömək elədi. Burada artıq qışqıları taxırlar şkafın. Burada da İmran öz abu havasındadır. Stolu çalışır ki, harası da sürtləsin. Və təzədən böyüklərə çay süzürəm. Beləcə günümüz belə keçdi. Sabahları ətrafı şkafı çəkib paylaşacağım necə oldu. Hələ ki ev alt üstü, uşaqları yatıstırdım. İndi çalışıram. Bütün paltarları hamısını yerləşdirəm. Çünki iş çoxdur. Rahat saat 3-ə 4-ə qədər mənim işim var. Gecəniz xeyrə.